Salam. Can alınması. Yani can alınması necə baş verir? İnkarçılara göre, iman edenlere göre. Ənfal surəsi 50-ci ayə. Qovulmuş şeytandan Allaha sığınıram. Mələklər onların üzlərinə və arxalarına vuraraq dadın yanıcı əzabı deyə o inkar edənlərin canlarını alarkən görməlisən. Demək, inkar edənlərin canları mələklər tərəfindən çətin bir vəziyyətdə alınacaq. Onların vəfatı əziyyətli olacaq. Mələklər onları üzlərinə, arxalarına vura-vura vəfat etdirəcəklər. Amma bu o mənaya gəlmir ki, bu vəfat əsnasında, hər hansı bir inkarçının vəfatı əsnasında o ətrafdakı müşahidə edən insanlar tərəfindən görünəcək. Təbii ki, görünən bir şey deyildir. Eyni zamanda Məhəmməd surəsinin 47-ci surənin 27-ci ayəsində də Rəbbimiz yenə belə buyurur. Qovulmuş şeytandan Allaha sığınıram. Öyle isə mələklər yüzlərinə və arkalarına vura-vura canlarını aldıkları zaman nasıl olacaq? Necə olacaq? Yani birçok insan elə hesab edir ki, ölüm məsələn yüngül bir şeydir. Ölüm bu imtihanın, dünya imtihanının sonunda olan bir prosesdir, mühlətin tamamlanmasıdır və inkarçıların ölümü şiddətli olar. Ayələrdən o görünür. Mələklərin üzlərə və arkalarına vura-vura canlarını aldıklarından danışılır. Yəni vəfat etdirilməsindən danışılır. Bəli, Allah qorusun. Ənam surəsinin də demək 93-cü ayəsində də bir ayə var. Onu da siz oxumaq istəyirəm. 93. Allah'a karşı yalan uydurup iftira düzenlendenden veya kendisine hiçbir şey vahiy olunmamışken bana da vahiy geldi diye Allah'ın indirdiğinin bir benzerini de ben indireceğim diyenden daha zalim kimdir? Allah deyir, zalim kimdir? Yalandan özünü peygamber ilan eden, yani vəhinin bir bənzərini mənə də indirildi və yaxud da mən də indirəcəyim deyəm. Sən bu zalimları, bax o səbəblərə görə bu zalimları ölümün şiddətli sarsıntıları sırasında mələklərin əllərini uzataraq onları canlarınızı çıxarın. Bugün Allah'a qarşı haqsız olanı söylədiyiniz və onun ayətlərinə böyüklənərək yüz çevirmek dolayısıyla sebebiyle alçaltıcı bir azapla karşılık göreceksiniz dediklerini bir görərdi. Bak buradan da görürük ki inkarçıların ölüm anında, mesela bu ayette bəhs edilən inkarçı kimdir? Yalandan özünü peygamber, elçi, nəbi elan edən, ona bir şey indirilmədiyi halde yalandan mənə də bir vəhiy indirildi deyən kafirin canının alınmasıdır ki, mələklər iki əllərini uzadır, çıxarın canınızı üzünə və kürəyinə vuraraq canlarını alır. Yəni bu kafirlərin vəfat əsnasında, ölüm əsnasında yaşadıklarıdır. Bəs iman edənlərin necə baş verir vəfatı? Burada 28 demək 16-cı surənin yine bu ayelere paralel 28-29'u var. O da okuyayım. Yani inkarçılarla bağlıdır. Ki qovulmuş şeytan Allah'ından ki mələklər kendi nəfslərinin zalimleri olarak onların canlarını aldıklarında biz hiçbir kötülük yapmıyorduk diye teslim olurlar. Hayır, şüphesiz Allah sizin neler yaptığınızı bilendir. Bak, mələklər vəfat işini mələklər edir və inkar edənlərin 29-cu ayəsində də öyleyse içində əbədi kalıcılar olarak cəhənnəmin kapılarından girin. Böyüklük taslayanların konaklama yeri ne kötüdür.
Bu da kafirlərin yenə kafirlərin vəfatının mələklər tərəfindən çətinliklə demək ki, icra edilməsinə aid olan ayətlərdən biridir. 16-cı surənin 32-ci ayəsində isə iman edənlərin vəfatından danışılır. Qovulmuş şeytan Allah'sından ki, mələklər gözəlliklə canlarını aldıqlarında Taib sözü keçir, təmiz. Səlam sizə deyərlər. Yaptıqlarınıza qarşılıq olmaq üzrə cənnətə girin. Görürsünüzsə, əlləzinə sözündən sonra vəfat kəlməsi keçir. Yəni, can alınma deyərkən onun ərəbcəsindəki olan ifadə vəfat kəlməsidir. Kafirlərdən fərqli olaraq iman edənlərin canı isə rahatlıqla alınır. Mələklər onları səlam verərək canlarını alır. Və o anda onlara müjdə verir. Bu müjdəni Fusilət surəsinin 41-ci surənin 30-cu ayəsi olmalıdır, səhv etmirəmsə. Orada bax bu şübhəsiz bizim Rabbimiz Allah'tır deyib sonra dosdoğru bir istiqamət tutturanlar onların üzərinə mələklər iner. Mələklər nə zaman onların üzərinə inir? Vəfat əsnasında. Yəni Fusilət surəsi 30-cu ayədə danışılan 16-cı surənin, yəni Nəhl surəsinin 32-ci ayəsində olandır. Yəni 32-ci Nəhl surəsi 32-ci ayəsində iman edənlərin vəfatından danışır və o vəfat əsnasında mələklər bu sözü deyir oraya. Yəni iman edənlərə bu sözü deyir. Qovulmuş şeytan Allah'sına şübhəsiz şübhəsiz bizim Rabbimiz Allah'tır deyib sonra dosdoğru bir istiqamət tutulanlar yok mu? Onların üzerine mələklər iner və deyər ki, qorxmayın. Qorxmayın, hüzünə kapılmayın. Sizə vaad olunan cənnətlə sevinin. Bunun 31'i də var. Biz dünya həyatında da ahirette de sizin vəliləriniziz, dostlarınızıq. Orada nəfslərinizin arzuladığı hər şey sizindir və istədiyiniz hər şey də sizindir. Yəni Fusilət surəsinin 30-31-ci ayəsindəki mələklər enir, biz qorxmayın, qəmgin olmayın, biz sizin dünyada və ahirətdə dostlarınızıq. Sizə vəd edilən cənnətlə sevinin. Orada nəfslərinizin arzuladığı hər şey var. Bu ayələrdə deyilənlər vəfat əsnasında iman edənlərə deyilir. Yəni dirikən dünyada mələklərin enib dediyi bir şey deyil. Çünki mələklər vəfat əsnasında rəsulluq və nəbilik istisna olmaqla insanlara enər və 16-cı surənin 32-ci ayəsində də möminlərə endiyini biz görürük. Eyni zamanda biz Səcdə surəsinin, yəni 32-ci surənin demək 11-ci ayəsinə baxsaq, orada görərik ki, Rəbbimiz vəfat işi üçün mələk təyin etdiyini görə bilərik. De ki, qovulmuş şeytanın Allah'sından sizə vəkil qılınan, sizə vəkil təyin edilən ölüm mələyi həyatınıza son verəcək, sizi vəfat etdirəcək. Sonra Rəbbinizə döndürülmüş olacaqsınız. Demək ki, vəfat üçün təyin olunmuş mələklər var, ölüm mələkləri var. Ölüm mələkləri iman edənləri və inkarçıları möhlətləri tamam olanda vəfat etdirir. Kafirləri cəhənnəmlə müjdəliyirlər, iman edənləri cənnətlə müjdəliyirlər. İman edənləri səlam verib cənnətlə müjdəliyərək rahatlıqla canlarını, nəfslərini alırlar, yəni canlarını alırlar, vəfat həyata keçirdirlər. İnkarçıları isə üzlərinə, kürəklərinə vura-vura demək vəfatlarını həyata keçirmiş olurlar. Allah'a əmanət olun. Allah imanınızı artırsın və Allah'ın özündən başqa ilah və Rəbb yoxdur. Sizin də, bizim də Rəbbimiz olan, aləmlərin Rəbbi olan Allah'tır.